Zəkaların Mübarizəsi Olimpiyadasının final mərhələsində hər birinizi xoş gördük, hər biriniz xoş gəldiniz. Mən sizi ilk öncə Azərbaycan Respublikası Elm və Təhsil Naziri rəhbərliyi adından hər birinizi salamlayıram və bugün bu gözəl salonda, Heydərlik mərkəzində Zəkaların Mübarizəsi Olimpiyadasının qaliblərinin mükafatma tədbirində sizinlə bərabər olmağımızdan fəxr etdiyimi və qürur duyduğumu bildirmək istəyirəm. İsmayılı şəhər Natiq Behdiyev adına Alıçay Tam Orta Məktəbinin 11-ci A sinif şagirdi Leyla Ağayeva bugün İsmayılı rayon komandası olaraq Zəkaların Mübarizəsi Olimpiyadası mükafatlandırması mərasimində iştirak edirik. İsmayılı rayon komandası olaraq bilik kateqoriyası üzrə ölkə çempionu olmağı bacarmışıq. Qeyd edeyim ki, biz ölkənin 168 komandası arasında bu nailiyyəti əldə eləmişik. Mən Buda Qovaliyeva Gəncə komandasının üzvüyəm. Şahmat üzrə ikinci yerə çıxdıq. Gözəl keçdi yarış, qabiliyyət biraz çətin oldu, ancaq şükür ikinci yerə çıxa bildik. Mən Mahmud Zadiyoni, Şahmat üzrə üçüncü yer, Xətai rayon komandası. Son ana kimi mübarizə apardıq və üçüncü yerə çıxdıq. Mən Fərid Oruzov, Sumqayıt Şam məktəbinin iştirakçısı və biz Şamut yarışında, Zəkaların Olimpiyadasında qalib gəldiyimizə görə çox sevinirik. Sevinirik ki, biz birinci yerə çıxdıq. Gərgin mübarizə oldu, amma yenə də qalib biz olduq. Biz qalibiz!